Baxaq. Bugünlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələrin aşıda vaxtlarının səmərəli keçirilməsi və onların dünya görüşlərinin artırılması məqsədi ilə nə, harda, nə zaman intellektual oyununun 3-cü sinxron yarışı keçirildi. Yarışda 180-ə yaxın gənc iştirak edirdi. Öz bilik və məntiqlərini nümayiş etdirən gənclər verilən 24 suala cavab vermək üçün komanda şəklində mübarizə apardılar. Gənclik harda, mak orada devizi altında biz də gənc dostlarımıza dəstək olmaq üçün onları tək qoymadıq. Həqiqətən çox maraqlıdır. Birincisi, ən başda suallar çox maraqlıdır. Çünki uşaqlarda düşünmə tərzini daha çox yaradır və düşünməyə vadar edir. Və beləliklə də bununla da uşaqlarda intellektualın daha da genişlənməsinə gətirib çıxardır. Mag Mirzə, Uran komandasının üzvüyəm. Bugünkü yarışın haqqında təəssüratlarım ondan ibarətdir ki, hələlik oyunun birinci hissəsində 12 dənə sual verildi. 12 sualdan çoxsu çətin suallar çox idi. Birinci onu soruşum, nəyə görə mag və mənası müasir Azərbaycan gənci deməkdir? Bizim verilişdən götürmür. Həm ona görə, həm də ki, çox fikirləşdik, ən maraqlı gələn bu oldu, ona görə də bu adı yazmaq qərarına gəldik. Onu da xatırladaq ki, bu yarışda qalib adına sahib olan komanda Universitetlər arası liqa yarışında Azərbaycan Dövlət Pedaqoji Universitetini təmsil edəcək.